Salam, hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən yeni bir videoda xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Yeni gündən yeni bir vlog başlatmışam sizin üçün. İstədim vlogumu belə bir gözəlliklərlə başladım. Gözünüz, gönlünüz açılsın. Gününüz gözəl keçsin. Qızlar yadınızdadırsa qışda çox həvəslə bu günlərin gəlməyini gözlədiyini deyirdim. Nəhayət ki gəlib çıxıb. Baxın bu gözəlliklərə. Çox gözəl deyilmi? Günəşli hava, təmiz səma, təzə-təzə yaşıllaşmağa başlayan ağaclar, çiçəklənmiş ağaclar, oxuyan quşlar. Çox gözəldir. Həqiqətən də adamın ruhu dincəlir. Şəxsən mənə çox xoş təsir eləyir bu görüntü. Həqiqətən də terapiya kimi gəlir. Çayımı süzdüm, gəldim pəncərəni açdım ki bir çay içim. Elə bu o qədər xoş təsir etdi ki bu gözəllik mənə, istədim elə bunu da lentə alım, videonun başlığını belə başlayayım sizin üçün. Sizin də baxıb ürəyiniz açılsın. Və istədim ki videoya belə xoş təsirlə giriş edək hamımız bir yerdə. Və bu arada qızlar, bu dipçəkdə gördüyünüz gülü də bacım almışdı mənə. Alanda yəni üstündə çox az belə tumurcuqlar var idi. İndi isə çiçəkliyib. Alanda amma üstündə çiçək yox idi da. Rənginin necə olacağını heç bilmirdim. İndi isə açdı. Yəni bir gün ərzində demək olar hamısı birdən açdı da. Ən sevdiyim rəng tonu da narıncı ilə sarının qarışığı. Həqiqətən də görəndə o qədər xoş təsir elədi ki mənə, belə həqiqətən də ürəyim, belə qəlbim sevindi. Burada da Murtuz bəyi görürsüz. O da gəlib burada bir başqa bir gözəllik qatıb pəncərə önünə. O da elə deyəsən güldən feyziyab olub, gedib gəlib iyniyir, belə öz yüzünü sürtür. Belə çayımı içə-içə bu gözəlliklərdə çəkdim sizin üçün də. Elə dedim elə vlogumun davamı gəlsin, davamını da çəkim. Və səhər durdum qızlar, gördüyünüz kimi bir stəkan çay içdim. Giyindim, keçindim, hazırlaşdım. Yoldaşımla gedirdik diş həkiminə, yəni mən gedirdim. Mənim işim var diş həkimi ilə bağlı. Ora gedərkən çıxa-çıxda qonşum zəng etdi ki, bir dənə zəhmət olmasa gəlib Eşən korobkanı götürərdi, qutunu. Eşən də bu arada yoldaşımın adıdır. Dedim nə qutudur? Dedi bəs Türkiyədən pay göndəriblərsə onu gəlib götürsün. Pay göndərən də ki qonşumuzun xalasıdır. Allah canını sağ eləsin. Çox sağ olun, düzdür çatdırmışdım. Amma yenə də buradan təkrar yenə də çox sağ olun çatdırıram, bildirirəm. Allah razı olsun. Allah əvəzini getirsin, payı çox olsun. Allah gözəl qəlbinə görə versin. Yəni onları pay göndərib, qəlbinin gözəlliyinə baxın ki, bizi də unutmayıb. Allah razı olsun deyirəm. Və elə inanın ki, heç içinə baxmamışdım. Elə dedim, həkimə getməmişdən öncə bir yerdə baxaq görək nə göndərib. Sizin üçün də dedim çəkim. Elə ərzaqdır, onu deyim. İçi dolu, ancaq hamısı ərzaqdır. Hər cür verməşirlər. Ən çox bunu həmişə həmin xalası göndərəndə qız mənə, qonşumda, rəfiqəm bundan həmişə mənə verirdi. Adı nədir bunun? Arpa şəhriyə deyilir. Çox qəşəng, onun supu falan, hətta plova zada da qatırsan çox qəşəng olur da. Plova qatırsan deyəndə elə plov kimi dəmləyirsən. Çox qəşəng olur. Bir də ən çox supunu onu hazırlayıram. Çox ləzzət edir onun supu. Bir də qızlar belə bir kiloluq qara kişmişdir, tumsuz. Bunu da yenə də belə şirinyatlarda falan istifadə etmək üçün və yaxud elə adi gündəlik çərəz kimi də istifadə etmək, tükətmək olar daha doğrusu. Bu isə şəkər tozudur. Bu da yenə də 1 kiloqramdır. Qızlar, yəni qutuda ancaq elə belə paketlənmiş, hamısı quru ərzaqlardır da. Bu da yenə də noxuddur. Bu üstündə yazılmışdı pilavlıq noxud. Yəni bunlar çox bilirsiniz noxudu plovda istifadə edirlər. İstifadə etdim mən qızlar, hətta bişirdim də, noxudlu plov elədim. Biraz bizim yerli noxudlarımızın dadından fərqlidir.
Amma əladır dadı, qəşəngdir. Belə çox səliqəli görünüşü var. Bizim üçün bişirəndə belə biraz əyləş-üydəş olur, amma çox qəşəng görünüşü var. Bu da türklərin bildiyimiz quru fasulyəsidir. Bunu bişirmişəm artıq. Çox dadlı alınmışdı bu arada qızlar. Əslində yadınıza gəlirsə, Ayxandan bir dəfə almışdım ağ belə quru fasulye, bişirmişdim, heç bəyənməmişdim onu. Və hətta orada demişdim ki, bir də bişirmərəm yəqin ki, bu quru fasulyədən. Amma bunu bişirdim qızlar, bu tamam fərqli idi. Yəni buradan aldığımdan tamam fərqlidir. Bu da yenə də arpa şəhriyi idi. Dediyim odur ki, qızlar, çox ləzzətli idi. Mən bu quru fasulyəni çox bəyəndim. Və bu isə qızlar plovluq düyüdür, yumru düyüdür. Amma onlar da bunu düyü kimi, yəni plov kimi dəmlənir. Biz də bunu dolmaya falan nəsə belə kaşa-maşa bişiririk. Uzun deyil də bir sözlə. Bizim normal yerli düyülərimiz bilirsiniz, bişirəndə, çox bişirəndə əzilir, həlim buraxır. Bu elə deyil də, normal bizdə o uzun düyünü dəmləyəndə necə dəmlənirsə elə oldu. Hətta bayaq gördüyünüz noxudla da bişirdim. Noxudlu plov çox dadlı alınmışdı. Bu da yenə də bulgurdur. Bu arada qızlar, bayaqdan deyirəm ki, fasulyəni bişirmişəm, noxudlu plov dəmləmişəm. Yəni deyəsiz ki, nə oldu, nə tez elədi? Yəni bilirsiniz, mənim vloqlarım gecikmə ilə olur deyə, yəni artıq indi montaj edəndə üstündən neçə gün keçmiş olur, keçib də artıq. Ona görə də o aralıqda bişirmişəm də. Və bu da qırmızı mərcidir, bizim normal bildiyimiz mərcidəndir. Onlar da iç mərcimək deyilir, qırmızı iç mərcimək. Hələ bişirməmişəm, dadını bilmirəm. Bu undan danışım qızlar. Bu un necə gözəl un imiş. İnanın, gələn günü elə istifadə etdim. Həmən günü elə diş həkimindən gələndən sonra uşaqlar oyanıncaya qədər blinçik hazırlayacaqdım. Bundan pişirdim və o qədər mükəmməl blinçiklər alındı. Belə şişdikcə şişir də, bir qəribə undur. Çox xoşuma gəldi həqiqətən də. Yəni marketlərdə görsəm ondan alacağam mütləq yenə. Bu isə tahin həlvasıdır. Tahinli həlva deyilir də o da. Yəni bizim aldığımız mağazalardan semiçka halvasının, bunlar da həmən o tahinlə olan halvasıdır. Bu da yenə də çox dadlı idi. Yoldaşım da mən də çox bəyəndik bunu. Biraz uşaqlar ağzı bizim semişka halvasını örgəşib deyə ağız dadları, ona görə bunu o qədər də sevmədilər, amma mükəmməl idi dadı həqiqətən də. Bir də belə bir duru yağ da semişka yağıdır. Yəni türklərin ayçiçək yağı deyirlər, onlar da ayçiçək yağı deyilir də. Yenə də bir dənə bitiririk bundan. Yəni bunu da istifadə etdim. Bizim yağla elə də fərqini görmədim. Normal elə bizim yağların dadına bənzər yağdır. Bu da yenə də tomatdır. Pomidor tomatıdır. Onlarda domates salçası deyilir. Bir də onlarda biber salçası da var. O da bilirsiniz, çox keçən, yəni mağazalardan alıb istifadə etmişəm. Çox gözəl olur onların tomatı. Bunu da çox bəyəndim. Yəni fərqini deyim, bizim tomatlarla olan fərqini. Bu tomat həm belə istifadə üçün, yəni çox az istifadə edirsən, qəşəng belə rəngi qatı olduğuna görə, çünki içi bizim tomatlar belə biraz duru kimi olur da, bu çox qatıdır. Ona görə də normalda bizim tomatlardan bir xörək qaşığı istifadə edirsənsə, bundan bir damcı belə qaşığın ucunda bəs edir. Bunu isə götürəndə, elə kutunun içində görəndə sevindim ki, kofedir. Çıxardanda üstünü oxudum, gördüm, sən demə qara siyah zeytindir, yəni qara zeytundur. Görüb daha da sevindim. Çünki bilirsiniz, mən dəhşət zeytun sevənəm. Bu türklərdə də bilirsiniz, zeytun ən çox səhərlər istifadə olunur da, kahvaltıda. Belə üstündə də yazılıb kahvaltılıq zeytin. Görünüşü də belədir. Qızlar, deyim sizə ki, ağız dadına görədir. Mən məsələn zeytunun hər növü xoşuma gəlir. İstəyir şirin olsun, acı olsun, duzlu olsun, duzsuz olsun, yağlı olsun, yağsız olsun, fərqi yoxdur. Mən üçün zeytun olsun, hər cürəsini, hər növünü sevirəm də. Bu da yenə də deyirəm, ağız dadına görədir. Mən bəyəndim, mən yeyirəm. Xoşuma gəlir. Düzdür, yaşıl zeytunu daha çox sevirəm. Amma bunu da çox sevdim. Əsas da nəyini sevdim qızlar? Zeytunu ağza atanda belə biz
1 saat əlləşmirsən də tumdan ayırmaqdan ötürü. Ağzı atan kimi tumdan anında ayrılır. Çox sevdim. Yəni dediyim kimi zeytunun hər növünü sevdiyim üçün mən bəyəndim. Və belə qızlar, qutumuz bitdi nəhayət ki və içində son ərzaq da, son məhsuldakı budur. Türklərin altın filiz çayı. Bundan nə danışım sizə? Yəni paydır da, yəni pis demək də olmaz, amma ki belə deyim də, pis deyil. Məsələn, baldızıma da verdim bundan biraz. Baldızım bəyəndi, çünki deyir, bilsiz necədir çayı. Mən adətən bergamot ətirli çayları daha çox sevdiyim üçün bəlkə ona görə bəyənmədim, amma normal Lənkəran çayı necə olur qızlar dadı? Bax, eyni onun dadına bənzətdim mən. Və belə iri xırda yarpaqlıdır, yəni iri yarpaq deyil, xırdadır, belə göstərirəm burada. Dediyim ki, odur ki, çay yaxşı çaydır, sadəcə olaraq mənim ağız tadıma uyğun gəlmədi. Çox güman ki, bergamotla qarışdırıb istifadə edəcəm. Amma belə rəngi falan çox qəşəng çıxır. Qoxusu da gözəldir. Və sadəcə olaraq mən bergamot ətirli çayları daha çox sevirəm. Ona görə də, yəni demirəm ki, yəni burada da elə çaylar var ki, öz yerli çaylarımız, onun dadını içə bilmirəm də. İndi Türk çayı deyə pisləmək kimi çıxmasın. Yox, mən sadəcə olaraq bergamot ətirli çayları daha çox sevirəm. Və belə qızlar, Türkiyədən gələn payımızı da, nə deyirlər ona, unpackingin elədik. Hamısını çox bəyəndim. Buradan yenə də çox sağ ol deyirəm. Payları çox olsun. Cibləri dolu olsun. Allah qazanclarına bərəkət versin. Və payı göndərərkən bizi unutmadıqlarına görə, diqqətlərinə görə ayrıca təşəkkür edirəm. Həqiqətən də nə yalan deyim, çox xoş təsir elədi. Əslində yəni pay vermək, almaqdan çox pay verməyi çox xoşlayıram mən. Amma pay almağı da sevmirəm desəm yalan olar. Belə neysə qızlar. Həkimə getmədən öncə dedim tez açım baxım, çünki maraqlı idi içində nə var deyə. Mən də çəkim sizin üçün. Dedim həm də buradan əgər izləyirsə həmən xanım göndərən əziz xalamız, buradan yenə də təşəkkürümü təkrar bildirim. Neysə elə açdım, elə qaldı hamısı dəzgahın üstündə. Çıxdıq evdən ki, yollanırıq burada həkimə. Və gəldik, çatdıq qızlar. Sabunçuda yerləşir həkimin iş yeri. Düşdük, yoldaşımın maşını parkovka elədi, getdik. Öncədən artıq vaxt təyin etmişdik deyə. Ona görə də yəni gedən kimi çox gözləmədik. Elə dərhal girdik yanına. Həkimdəki bəlkə də burada Sabunçuda yaşayanlar varsa tanıyacaq. Elçin doktordur. Məşhur stomatoloqdur burada. Yəni ailə həkimimizdir. Elə ki, bütün işimizə bu doktor baxır. Həmişə də bunun yanına gəlirik. Yəni buna güvənirik diş barəsində. Neysə qızlar, elə tez bazar dişimi həll etdi, qayıtdıq evə. Və qızlar, gəlmişəm artıq evdəyəm. Gələn kimi əynimi dəyişdim
və dəzgahın üstündə qalan bu ərzaqları dedim yerləşdirim öncə. Bura şkafın, soyuducunun üstündəki şkafı həmişə belə artıq qalan ərzaqları, zapasda, yəni belə deyək, zapasda olan ərzaqları bura yığıram. Saxlama qablarının için çox su dolu idi ya. Saxlama qablarına boşaldıqca buradan götürüb yığıram da. Getdim bu zapasları da yığdım bura. Və soyuducuya da gedən ərzaqları da yığdım soyuducuya. Yəni yerdə qalan zeytundu, yağdı, halvadı falan, bunları da yığdım soyuducuya. Daha sonra digər işlərimi də etdim. Dediyim kimi, gələn kimi uşaqlar üçün blinçik də hazırladım. Daha doğrusu pankek hazırladım. Yeməklərimi verdim. Daha sonra ortalığı yığışdırdım, süfrəni falan, qabları yudum. Düzdür, ümumiyyətlə mən belə gecələr ki işimi görürəm, gündüz elə də işim qalmır. Çünki gecə yata bilmirəm. Dəfələrlə bilirsiniz demişəm. Və gecə yata bilməyəndə film qoşuram. İzləyə-izləyə işlərimi də görürəm. Yəni ona görə də səhər duranda işim olmur da, səhərə işim olmur. Çox az işim olur. Əslində yəni rahat olur adam. Duranda hər yer təmiz, iş gücü yox. Amma gecə yuxusunda yatmaq mütləqdir. Amma neyim ki, yata bilmirəm. Yata bilməyəndə də məcbur oluram özümü bir şeylərlə başımı qatım, işlə, güclə. Dediyim o idi ki, qızlar, heç bir işim yox idi və dərhal keçdim yemək pişirmə işinə. Düzdür, indi desəm də ki, qızlar, gündüz işim yoxdur, yalandır, inanmayın. Həqiqətən də, yəni, amma gündüz elə də ağır işlərimi gecəyə saxlayıram da, belə deyim. Gündüz də işlərim olur, yüngül işlərdir belə. Qab yumaqdır, yemək pişirməkdir falandır, belə. Daha sonra, nə deyim, uşaqlara qulluq etməkdir. Yəni bunun kimi işləri gündüz edirəm. Yəni gündüz bu işlərə vaxtım gedir daha doğrusu, amma axşamdakı ağır işlər deyəndə belə dərin işlər deyim də. Hər hansısa töküb yığışdırmaq, hansısa dolabımı, hansısa bir ağır işi, məsələn, paltarları ütüləməkdirmi, belə şeyləri axşama saxlayıram. Onda axşamlar daha mənə aktivlik gəlir, belə həvəs gəlir, enerji gəlir deyim. Ona görə də bir sözlə, yəni mən demək olar ki, həm gündüz, həm gecə oturmaq yoxdur. Bütün günü ancaq nəsə iş görürəm. Bəs deyərsiniz ki, haçan yatırsan? Yatmağına yatıram qızlar. Məsələn, saat 4-də, 5-də girdimsə yerimə, səhər üzü yatıram da mən çox vaxt. 4-də, 5-də girdimsə yerimə, yatıram, hardasa saat 10-a, 11-ə yenə də oyanıram. Gec oyanıram. Gec yatdığıma görə də gec oyanıram. Amma yenə də oyanandan sonra axşama qədər, axşama yox, yəni sabaha qədər deyim də, səhər üzünə qədər, 4-ə, 5-ə qədər yenə də bir şeylərlə başımı qatıram, iş güc görürəm. Arada belə qızların bloqunda qoşuram, vlog izləyə-izləyə, film izləyə-izləyə işlərimi görürəm. Burada vlog demişkən, qızlar demişkən, demək olar ki, bütün vlog çəkən xanımların hamısına abunəyəm, hamısında vloglarını izləyirəm. Çünki özüm də vlog çəkirəm deyə bilirəm ki, dəstək olmaq nə qədər önəmlidir. Hətta belə vaxtım olmasa da izləməyə qoşuram kənarda ki, vlog getsin, reklamlar getsin, bir kiçik xeyrim də olsa dəysin qızlarımıza, belə deyim də, qadın həmrəyliyə. Yəni əgər məni izləyənlər də varsa, onu da yəni deyim ki, şərh yazmasam da qızlar, mütləq ki, dəstək oluram sizə. Like-dır, mütləq də edirəm. Yəni video başlar-başlamaz elə birinci like düyməsinə basıram və video yəni vaxtım varsa izləyirəm, yoxdursa da qoyuram kənarda, vlog gedir. Mütləq də ki, o reklamları sona qədər, yəni ötürmürəm də orada, bilirsiniz, 5 saniyəlik reklam gəlir, sonra ötürün düyməsi olur, onu basırsan ki, yox, o reklam ta ki bitincəyə qədər gedir orada özü üçün ki, xeyrim dəysin istəyirəm qızlara, çünki bilirəm ki, həqiqətən də yəni bu qədər əziyyətin qarşılığında gördüyümüz odur da, o xırda
məbləğlərdir bizə çatan, belə deyək. Ona görə də çalışıram ki, qızlarımıza dəstək olum mən də. Həm də özləri xəbərsiz olsalar da, əsas odur ki, mən rahatam. Mən bilirəm ki, hər birinə az da olsa, kiçik də olsa dəstəyim var hər birinə. Yəni bildiyiniz demək olar, tanıdığınız hər bir vlogeri də izləyirəm. Günüm elə qoşuram orada vlog videolarım, hamısı bir-bir. Belə də bir şey var. Əgər bir vlog izlədinsə, həmən vlog, izlədiyin vlog başqa bir vloqa yönəldir. Yəni keçir vloqdan vloqa keçir də videolar. Ona görə də bir çox vaxt başım qarışsa da belə demək olar ki, vloqların hamısı izlənmiş olur. Belə. Bunu da dedim ki, qızlarımız bəzən elə düşünürlər ki, vloglarını izləmirəm. Bəlkə də yox qızlar, çalışdığım qədər sizə dəstək olmağa çalışıram. Və bu arada da qızlar, mənə elə yer gəlmişkən istəyirəm, mənə dəstək olan qızlara da buradan dərin təşəkkürümü bildirim. Qızlar, siz ürəksiz, əsas da o aktiv izləyicilər var ki, xanımlar, bacılar var ki, xüsusi hər birinizi öz təşəkkürümü bildirirəm. Hər vlogda unutmursunuz şərh yazmağı, dəstək olmağı. Cansız da can, öpürəm hər birinizi qızlar. Allah sizi var eləsin. Allah ürəyi qəlbinizə görə versin, gözəl qəlbinizə görə versin. Öpürəm hər birinizi, həqiqətən də hər biriniz mənim üçün çox dəyərlisiniz. Belə mənim əzizlərim, sizinlə danışa-danışa yeməyimi də hazırladım. Yarısını qoydum bişməyə. Günorta durduqlarına görə, oyandıqlarına görə uşaqlar axşam hizməni demişəm də, bilirsiniz, işləyirlər. Duran kimisə yemək yeyə bilmirlər, elə pankek, səhər yeməyi yeyib gedirlər işə gücə və axşam gələnə də belə yemək hazırlayıram, yemək yeyirlər və bugün də yeməyi dolma oldu. Yarısını bişirdim, yarısını da belə, yarısını yox, yarısından azını da saxladım, qoydum buzluğa. Böyle burada da işimi tamamladım. Daha doğrusu videomu tamamladım. Dedim, onsuz da yetərlicə çəkmişəm. Çox uzun da vlog sıxıcı gəlir, bilirəm. Ona görə də istədim ki, çox uzun olmasın. İzlərkən sıxılmayasınız. Burada da artıq videom sona çatdı. Bu da deməkdir ki, sağollaşmaq vaxtıdır. Sona qədər izləyən hər birinizə təşəkkürümü bildirirəm. Növbəti vlogda görüşmək ümidi ilə hər biriniz sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Hələlik qızlar.